Salam, hər vaxtınız xeyir olsun. Dostlar, necəsiz? Canlı yayıma xoş gəlmisiniz. Hər birinizə təşəkkür edirəm. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın. Göstərdiyim məhsullar TNT şirkətinə məhsul olan Tibet təbabəti məhsullardır. Tam təbii tərkibi olan bioloji aktiv qida əlavələridir. Orqanizm üçün heç bir əks təsiri yoxdur. Çox rahat şəkildə özünüz üçün, ailə üzvləriniz üçün alıb istifadə edə biləcəyiniz məhsullardır. Hər biri tərkibi 100% bitki tərkiblidir və insan orqanizmi üçün heç bir əks təsiri yoxdur. Mən sizin açıq formasını göstərəcəm. Baxın. Gördüyünüz bu kalsium məhsuludur. Bu formadadır. Mən hal-hazırda indi bu məhsuldan istifadə edəcəm. Onu necə qəbul edirik, onu sizə göstərəcəm ki, siz də alıb istifadə edə bilərsiniz. Ümumiyyətlə, kalsium nə kimi faydaları var? Bilirik ki, orqanizmdə kalsium çox önəmli yer tutur. Ümumən, orqanizmin sisteminin inkişafında, orqanların fəaliyyətində, dayaq hərəkət sisteminin fəaliyyətində kalsiumun çox mühüm rolu var. Bir mineral olaraq onun çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Həmçinin immun sisteminin zəifliyinə, dayaq hərəkət sistemində bir sıra kövrəlmələrə gətirib çıxarır. Ona görə davamlı şəkildə, əgər heç bir narahatçılığınız yoxsa da belə, profilaktika məqsədlə istifadə etməyiniz tövsiyə olunur kalsiumu. Həm paraşok şəklindədir, sümük arası qırdaqların yeyilməsində, sümük arası oynaqlarda, qırdaqlarda olan kövrəlmələr varsa, kalsiumdan istifadə edə bilərsiniz. Fəqərəsi disk yırtığının müalicəsində, osteoxondroz, artroz problemlərində, birinci, ikinci, üçüncü dərəcəli problemlərdə çox gözəl nəticə əldə etmişik. Dördüncü dərəcədə artıq bilirsiniz ki, burada artıq qırdaqdan heç bir söz gedə bilməz. Çünki artıq orada yeyilmə baş verib. Yəni, həmin hissəyə mütləq şəkildə implant qoyulur. Qırdaq tam orada getdiyi üçün dizlərdə ümumiyyətlə hərəkətsizlik baş verir. Ona görə həmin insanlar sadəcə profilaktika məqsədi ilə kalsiumu qəbul edə bilərlər. Kalsium qlikozamın məhsulunu paralel şəkildə. Digər tərəfdən bizim bu kalsiumumuzun özəlliyi ondan ibarətdir ki, qızıl medala layiq görülüb dünyada. Üzərində hətta onun qızıl medala layiq görülməsinə bağlı xüsusi bir loqo var. Bu onun dünya üzrə qızıl medala layiq görülməsinin nişanıdır. Və kalsiumlarımız yeganə, bizim şirkət kalsiumları əsas özəlliyi ondan ibarətdir ki, iyonlaşmış şəkildədir, molekulyar formada deyil. Yəni, birbaşa qana sovrulur, çöküntü yaratmış, nə böyrəkdə, nə digər orqanlarda heç bir narahatçılıq yaratmır. Yəni, birbaşa qana sovrulduğu üçün rahat şəkildə istifadə edə bilərsiniz. Uşaqlarınız üçün, özünüz üçün, həmçinin hər kəs, ailə üzvlərinin hər kəs bu məhsullardan profilaktika məqsədlə, həmçinin müalicə məqsədilə də istifadə etməyə tövsiyə olunur. Digər tərəfdən kalsiumun bu forması da mövcuddur. Kapsul şəklindədir. Bu kalsiumlar, bunu artıq bitirmişəm. Bu formada, bir də onu da qeyd edirəm ki, bütün məhsullar bu cür formada, mən sizə sprunla göstərdim. Bu spruna məhsulu görürsünüz. Ümumiyyətlə, mən onun özünə göstərəcəm sizə. Görsə, içmişəm, artıq 3 kapsul qalıb. Bu formadadır. Ümumiyyətlə, qeyd edirəm ki, məhsullarımızın hər biri ağzı belə bağlı olsun. Bu, tam bağlı formada olur və əgər açılmış şəkildədirsə, bu gigiyenik cəhətdən, sağlamlıq cəhətdən yaxşı deyil. Ona görə alarkən nəzarət edin ki, məhsulun ağzı bağlı olsun və içindən kapsulların sayı da göstərdiyi qədər olsun. Bəzən olur ki, bunu açıb içini ştuçun şəkildə, tək-tək şəkildə satışa buraxırlar, amma məsləhət görərdim ki, tam flakon şəklində almağınız yaxşıdır. Çünki həm gigiyeni cəhətdən, həm də ki, sağlamlıq baxımından bu çox vacib məqamdır. Digər məhsulumuz, sinkdən sizə danışmaq istəyirəm. Sink məhsulu. Ümumiyyətlə, sink insan orqanizmi üçün çox vacib bir mineraldır. Mineralların çatışmazlığı orqanizmdə bir sıra fəsadlara yol açır. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz, dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs yararlansın, faydalansın.
Öncədən də hər birinizə təşəkkürümü bildirirəm. Hər hansı bir sualınız da olsa yönləndirə bilərsiniz, kömək göstərə bilərəm. Çox sağ olun. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın. Sink məhsulu ümumiyyətlə immun sisteminin fəaliyyətində saç dırnaq tökülməsinin qarşısını alır. Göz görmə, əgər nəsə bir narahatçılığınız varsa görmədə sink çox vacib mineraldır. Həmçinin bəy, xanım problemlərində sinkin özəl yeri var. Xüsusən də qeyd edeyim ki, bəylərdə prostat problemi olanlar sink məhsulunu kardisepslə paralel içməklə iltihabı aradan qaldırmış olurlar, immun sistemini bərpa etmiş olurlar. Gördüyünüz kardiseps və sinklə paralel. Mən sizə onun açıq formasının kardisepsi göstərəcəm ki, necə formadadır. Bu formada olur. Şokolad rəngindədir. Kardiseps təbii kardiseps göbələyindən hazırlanmışdır. Tərkibi immun sistemini möhkəmləndirir, iltihabı, bədəndə olan iltihabı aradan qaldırır. Faringit, gastrit, bu cür problemlərdə çox gözəl nəticə verir. Xüsusən də bəylərdə prostat problemlərində, prostat adenomasında çox gözəl təsir göstərən bir məhsuldur. Ümumiyyətlə təbii antibiotikdir. Kimyəvi qatıqsı yoxdur. Bildiyiniz kimyəvi dərmanlar kimi ağır kəsici xüsusiyyətinə malik deyil. Bunu istifadə edərkən siz təbii antibiotik olduğu üçün, bitki tərkibli olduğu üçün birbaşa hüceyrə kökündən köməkli göstərən bir məhsuldur. Kardiseps məhsulu bu formadadır. Görürsünüz, karışım rəngdədir və çox rahatlıqla istifadə etmək asan olur. Üzərindəki örtü də orqanizmdə yaxşı həzm olunur deyə rahat şəkildə istifadə edə bilərsiniz. Təbii antibiotikdir, iltihab əleyhinədir. Bədəndə olan iltihabları götürür. Miyoma, polip, kista kimi hallar varsa, xanımlarda fibroma kimi hallar varsa, bundan həm daxilən qəbul etmək, həmçinin tampon vasitəsilə istifadə edərək problemlərdə çox gözəl nəticə verir. Kardiseps məhsulu. Onu da qeyd edib ki, bəylərimiz də prostat problemlərindən əziyyət çəkirsə, kardisepsi sinklə paralel istifadə edərək bu problemlərdə köməkli göstərə bilir. Ümumiyyətlə deyirlər ki, məsələn, bunun nə qədər içək ki, bizə təsiri olsun, köməkli olsun. Dostlar, ümumiyyətlə hər kəsdə orqanizm fərqlidir. Hər kəsin orqanizmdə işləmə funksiyası fərqlidir. Elə insan var ki, ilk dəfə içdikdə nəticəsini alır. Elə insan var bir müddətdən sonra nəticə alır. Ümumiyyətlə, onu da qeyd edim ki, bizim məhsulların özəlliyi ondan ibarətdir ki, ən minimum 21 gün ərzində siz nəticə görə bilərsiniz. Amma sizdəki olan problemə görə dəyişir. Əgər siz uzun müddətdir ki, sümük oynaq ağrılarından əziyyət çəkirsinizsə, dizlərinizdə ağrılar var, artroz var, yəni qeyd etdiyim kimi 1-ci, 2-ci, 3-cü dərəcəli artrozunuz varsa, təbii ki, onu bir kursla deyil də mərhələ şəkildə istifadə edərək nəticə əldə edəcəksiniz. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz, dəyərli izləyicilər. Zəhmət olmasa ekranı paylaşın, bəyənin. Müraciət edənlər varsa, sualınız varsa yönləndirə bilərsiniz. Mən indi sizə kalsiumu necə istifadə etmə barəsində göstərəcəm ki, özüm də istifadə edirəm və hal-hazırda sizə necə istifadə etdiyimi göstərəcəm. Mən su gətirim, o su ilə qarışdırıb içməliyəm. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz, dəyərli izləyicilər. Mən indi kalsiumu istifadə edirəm. Sizə də göstərəcəm ki, mən daimi şəkildə bundan istifadə edirəm. Ümumiyyətlə, sümük oynaq ağrılarında heç bir narahatçılığınız olmasa belə profilaktik məqsədilə istifadə etməyiniz tövsiyə olunur. Su götürürük və bu formadadır kalsium. Görürsünüz, bu formadadır. Paraşok şəklindədir. Açıb sizə içində göstərəcəm. Kofe dadındadır. Çox gözəl dadı var.
Mən də onu açım. Baxın dostlar. Bu formadadır. Bu formada suya qarışdırırıq bunu. Baxın, toz şəklindədir. Rəngini görsədim sizə. Kover rəngindədir. Rahat şəkildə hər kəs istifadə edə bilər. Çox faydalıdır. Həm uşaqlarınız əgər bunu belə suya qarışdırıb içə bilmirsə, uşaq kalsiumlarımız eyni bu formadadır, paket formasındadır. Onu uşaqlara vermək üçün yoğurta da qarışdırıb verə bilərsiniz. Özünüz də əgər belə suya qarışdırıb içə bilmirsinizsə, hər hansı bir yoğurtda içinə qarışdırıb toz şəklində qarışdırıb içə bilərsiniz. Sümük oynaq problemlərində, disk yırtığında, fəqərarası disk yırtığında, bütün orqanların fəaliyyətində çox gözəl köməklik göstərir. Görürsünüz dostlar, bu formadadır. Mən bunu qarışdıracağım belə. Onu çox qəşəng qarışdırıb təmiz həll olsun. Baxın, bu formadadır dostlar. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Buyurun, hər hansı bir sualınız var. Əgər ki, məhsullarla bağlı, qiymətlə bağlı maraqlanmaq istəsəz, mən sizə indi nömrəmi sabitləyəcəm. Nömrəyə yaza bilərsiniz. Məhsullarla bağlı, qiymətlərlə bağlı suallarınız olsa və yaxud da ki, sifarişiniz olsa yönləndirə bilərsiniz. Buyurun dostlar, mən nömrəmi burada qeyd elədim. 056 81 34 15 nömrəsidir. WhatsApp-ı da var. Hər hansı bir sualınız varsa yönləndirə bilərsiniz. Köməkli göstərə bilərəm. Gördüyünüz kimi bu həmin bu kalsium idi. Bunu qarışdırdım. Mən bunu gün ərzində hər axşam qəbul edirəm. Çox faydalıdır. Özümü çox gümrah hiss edirəm gün ərzində, sümük oynaq ağrılarımda çox gözəl kömək göstərir. Özünüzdə nəsə belə narahatlıq hiss edirsə, yorğunluq, əzginliyi varsa, bilin ki, bədəndə kalsium çatışmazlığı baş verib. Çünki biz adi belə danışırıq, gün ərzində hərəkət edirik, iş görürük. Bunun nəticəsində bədəndə kalsium itirmiş oluruq. Kalsium elə mineraldır ki, bütün orqanların fəaliyyətində çox vacib yeri var. Bilirik ki, qanımızda 1%-dir, sümüklərdə 99%-dir. Və qanda kalsium çatışmadıqda yavaş-yavaş sümüklərdən soğurmağa başlayır və sümükdən soğurduğu üçün də sümüklərdə get-gedə kövrəlmələr yaranır. Ona görə də biz o tələbatı davamlı şəkildə artırmaq üçün bu kalsiumlardan profilaktika məqsədi ilə də istifadə edək ki, bədənimizdə olan kalsium ehtiyatını depolaya bilək. Bunu içim. Çok qəşəng dadı var dostlar. Yəni bildiğiniz kofe dadındadır. Kofeni sevənlər varsa onlar üçün çox adi gələcək dadı, çox dadlı gələcək. Baxın, bu kalsiumdan danışıram, bu kalsiumdan hal-hazırda içirəm, çox az qalıb.
Gördünüz dostlar, bu formada. Rəngi də elə kofe rəngindədir. Süd dadı gəlir. Tərkibində elə bilirsiniz ki, süd var. O tamdadır, çox dadlıdır. Rahat şəkildə istifadə edə bilərsiniz. Mən bunu səhər axşam yatmamışdan 1-2 saat əvvəl içirəm. Səhər də fərqi yoxdur. Gündüz baxın indi içirəm, fərqi yoxdur, açan oldu içirəm, amma axşam mütləq olaraq saat ən azı 9 üçün içirəm ki, ondan 1-2 saat sonra yatacağım deyə öncədən içirəm ki, daha yaxşı təsirini görüm. Bu forması da var dostlar. Baxın, kapsul olan forması da var. Beləncəsinə flakonda kapsul formasında da satışı var. Listin formasıdır. Yaddaş yuxu problemlərində, migren, baş ağrıları, boyun astixandrozu, duzlaşmada çox gözəl köməyi var məhsulu. Amma sümük oyna ağrılarında isə bu dəqiqə çox insanın ən qlobal problemidir. Hər kəsdə bu sümük oyna ağrıları var. Hər kəs özünün gün ərzində çox yorğun hiss edir. Yorğun, əzgin hiss edir. Yəni ekologiyadandır, havada baş verən durumlara görədir. Qəbul etdiyimiz qidaların tərkibində geninin dəyişilməsi, bunlar hamısı təsirini göstərir. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yaralansın, tanış olsun ki, belə bir məhsullar var. Mütləq deyil ki, deyin ki, məsələn, mənim heç bir narahatçılığım yoxdur, mən özümü çox yaxşı hiss edirəm. Amma müəyyən yaşdan sonra istər-istəməz insanda kalsium itkisi baş verir. Müəyyən yaşdan sonra, xüsusən 35-dən keçdikdən sonra insanlarda kalsium mineralı çatışmazlığı yaranır. Ona görə indidən siz özünüzün ehtiyatını saxlamaq üçün, sağlamlığınızı qorumaq üçün istifadə etsəniz çox gözəl nəticə əldə etmiş olarsınız. Bayaq da qeyd etdiyim, bizim qanımızda 1%-dir kalsium, digər 99% məhz sümüklərdə olur. Sümüklərin möhkəmliyi məhz kalsiumdan asılıdır. Bildiyiniz beton bir dayaq hərəkət sisteminin betonu adlanır kalsium. Nəyə? Nəyə görə? Çünki kalsium bir bünövrədir. Sümüklərin bünövrəsi kalsiumdan asılıdır. Əgər orada bünövrədə hər hansı bir kövrəklik, nəsə bir narahatçılıq yaranarsa, təbii ki, orada müəyyən bir fəsadlarını yarada bilər. Ona görə siz davamlı olaraq kalsiumu için, həmin bədəndə olan tələbatı ödəyin ki, möhkəm ola, sümük dayaq sistemi möhkəm olsun. Gələcəkdə uşaqlarda bu dəqiqə çox yayılıb skleroz problemi nədir? Səbəb nədir? Onurğalarda əyrilik nədən yaranır? Təbii ki, sümük tərkibinin keyfiyyətinin aşağı düşməsi. Çünki qəbul etdiyimiz süd ağartı məhsullarının tərkibində kalsium yoxdur. Heyvanlar nə ilə qidalanır, necə qidalanır heç bilmirik. Marketlərdən aldığımız süd məhsulları tərkibindən xəbərimiz yoxdur. Nədən hazırlanır, necə hazırlanır? Bəzən quru süddən də hazırlayırlar. Ona görə onların tərkibində bizə lazım olan kalsium çox azdır. Ona görə tövsiyə olunur ki, belə bir qida əlavələrindən mütləq şəkildə istifadə edin. Kalsiumdur, sinkdir, selendir, magneziumdur, D vitamindir. Bunlar mütləq şəkildə davamlı olaraq qəbul etsəniz çox qəşəng nəticə əldə etmiş olarsınız. Qeyd edim ki, dünyada artıq bioloji aktiv qida əlavələri bir stenddə, marketlərdə, xüsusi stendlərdə satışa buraxılıb. Yəni, insanlar gündəlik qida almaq üçün marketə getmirlər. Onunla paralel şəkildə məhz bu kalsiumla, bioloji aktiv qida əlavələrini alıb istifadə edirlər. Çünki bilirlər ki, artıq onların qəbul etdiyi qidaların tərkibində yetəri qədər mineral, vitamin yoxdur. Ona görə lazımdır ki, davamlı şəkildə öz orqanizmlərinin möhkəmliyini qorumaq üçün bu məhsullardan istifadə etsinlər. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, bu məhsullar haqqında məlumatınız olsun. Və faydalanasınız həm özünüz üçün, həm də ailə üzvləriniz üçün. Bayaq qeyd etdiyim kimi, uşaqlarda bu dəqiqə çox yayılıb skleroz, kifoz kimi hallar. Nəyə görədir? Həm dərslikləri çoxdur,
daşıdıkları çanta ağır olduğu üçün bu onlarda sümük əyilməsinə gətirib çıxarır. Onurğada əyrilik yaranır. Həmçinin gün ərzində telefonla o qədər məşğul olurlar ki, istər-istəməz onurğada əyrilik yaranır. Bu da nədir? Əsas kökündə məhz sümüklərdə olan möhkəmliyin, davamlılığın zəif olmasıdır. Ona görə də o sümüklərin möhkəm saxlanmaq üçün, qorumaq üçün kalsiumları mütəmadi olaraq istifadə edin. Çox bayaq da göstərdim sizə də necədir tərkibi, mən özüm də içdim. Sizə də göstərdim ki, hansı formadadır. Bu cür paraşok formadadır. Sadəcə ona suya qarışdırırsınız və qəbul edirsiniz. Tam təbii tərkibidir. 100% qarantlı məhsuldur. Qeyd edim ki, Səhiyyə Nazirliyinin rəsmi qeydiyyatından keçmiş məhsullardır. Yəni yoxlanışdan keçirərək, qida təhlükəsizliyindən keçirilərək sizin öhdənizə buraxılıb, yəni rahat şəkildə istifadə edə bilərsiniz. Hər bir məhsulun üzərində həm barkod var, həm gördüyünüz kimi məhsulun üzərində barkodu var. Həmçinin məhsullarımızın üzərində QR kodu var ki, mən sizə göstərəcəm onu da. Bir dəqiqə. Baxın, bu məhsulun üzərində gördünüz, həm QR kodu, həm də ki, məhsulun üzərində bu formada barkod var. Yəni, bu məhsulların tərkib haqqında, bunu telefonda vurasınız, skan edib, tərkib haqqında məlumat əldə edə bilərsiniz. Məhsulun orijinallığının göstəricisidir. Bitki tərkibli qida əlavəsi, yəni dərman vasitəsi deyildir. Bəlkə sizə deyərlər ki, bu dərman vasitəsidir belə, xeyr, bunlar kimyəvi qatqısı olmayan təbii tərkibli, insan orqanizmi üçün çox faydalı elementlərlə zəngin olan bitki tərkibli qida əlavələridir. Yeni gələn hər kəsi salamlayıram, xoş gəlmişsiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın. Öncədən də hər birinizə təşəkkürümü bildirirəm canlı yayımı bəyənib paylaşdığınız üçün. Hər hansı bir sualınız olarsa 056 81 34 15 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz. Sizə köməklik göstərə bilərəm. Baxın, mən nömrəni burada qeyd elədim. 056 81 34 15 nömrəsinin WhatsApp-ına yazıb suallarınız, hər hansı bir sifarişiniz olarsa, məhsullarla bağlı məlumat əldə etmək istəsəz, burada əlaqə saxlaya bilərsiniz, köməklik göstərəcəm. Yeni gələn hər kəsi salamlayıram, xoş gəlmişsiniz dəyərli izləyicilər. Zəhmət olmazsa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın. İnşallah ki, sizə bir köməyim dəymiş olsun, siz də yararlanasınız. Bəlkə də aranızda bu məhsullardan istifadə edib, artıq nəticə əldə etmiş olanlar var və nəticə əldə etdiyinə görə ətrafındakilara da məhsullar haqqında məlumat vermiş olanlar da var. Mən buna görə də çox şad olaram ki, belə bir insanlar bizə yazsınlar, burada bildirsinlər ki, məhsullardan istifadə ediblər və çox gözəl nəticə əldə ediblər. Burada məhsullarımızın bir hissəsidir. Yəni, məhsullarımızın sayı çoxdur, çeşidləri çoxdur. Çaylarımız olsun, antilipid çayı, yağ əleyhinə, damarların təmizləyicisi olan çaylarımız var. Həmçinin selüloza çiğnəmə tabletləri var ki, ayrıqlama proqramında çox gözəl köməklik göstərir. Detoks olmaq üçün mədə-bağırsaq qəbizliyində, mədə-bağırsaq problemlərində köməklik göstərən xitazan, kardiseps kimi məhsullarımız var. Digər məhsullarımızdan sizə selen olsun, balıq yağı olsun, omega tərkibli balıq yağımız var ki, bu dəqiqə insanların çoxsun, 99% deyərəm ki, insanlarda yaddaş problemi var. Bu da gündəlik keçirdiyimiz streslər, yorğunluq, bunlar yuxusuzluq, bunlar hamısı yaddaşda beyində müəyyən fəsadlar yaradır. Xüsusən də yaddaş problemində çox mühüm fəsad yaradır. Ona görə balıq yağlarımız var ki, şirkətimizə yeni gəlib, çox gözəl məhsuldur. İçində
yəni 180 dənə kapsul var. Bildiyiniz, yəni uzun müddət, təqribən 2 ay qədər istifadə edəcəyiniz məhsuldur və tərkibində 180 kapsul var. Balıq yağı omega tərkiblidir. DHA bir də EPA tərkibli yağlardır ki, insan orqanizmi üçün çox faydalı məhsuldur. Ümumiyyətlə sümük oynaq ağrılarında, göz görmə problemlərinin əziyyət çəkiləndə, iltihabi problemi olanlarda, yaddaş problemi olanlarda balıq yağı bir nömrəli bir məhsuldur. Alıb istifadə edə bilərsiniz. Qeyd edim ki, hal-hazırda məhsullarda da endirimlər var. Hər kəs yararlana bilər, faydalana bilər. Çox gözəl nəticə əldə edə bilərsiniz. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın ki, belə bir məhsullar var. İnsan orqanizmi üçün çox faydalıdır. Biz demirik, bizdən alıb istifadə edən müştərilərimiz var ki, davamlı şəkildə istifadə edirlər. Bütün ətrafdakilara belə məhsullar haqqında məlumat veriblər və məhsullardan davamlı şəkildə alıb istifadə edirlər. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın ki, belə bir məhsullar var. İnsan üçün çox faydalıdır. Tərkibi bitki tərkiblidir. Yəni narahatçılığa səbəb yoxdur. Hər bir yoxlamadan keçmiş biz məhsullara zəmanət veririk. Rahat şəkildə alıb istifadə edə biləcəyiniz məhsullardır. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Buyurun, hər hansı bir sualınız varsa və yaxud da sifarişiniz olarsa bioda qeyd olunan nömrə ilə də əlaqə saxlaya bilərsiniz. WhatsApp-a da yaza bilərsiniz. Köməklə göstərəcəm. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın ki, belə bir məhsullar var. İnsan orqanizmi üçün çox faydalıdır. Mən özüm də mütəmadi olaraq qəbul edirəm. Hal-hazırda qəbul etdiyim kardisepsdir, kalsiumdur ki, istifadə edirəm. Daha sonra sink məhsuludur ki, davamlı şəkildə istifadə edirəm. Spirulina olsun ki, davamlı şəkildə istifadə edirəm. Mən sizə onları açıb belə göstərəcəm. Artıq içində çox az miqdarda qalıb. Spirulinadır, vitamin deposudur. Qan azlığından əziyyət çəkən insanlar varsa, uşaqlarda xüsusən bu problemlər çox geniş yer alır. Həmin uşaqlar üçün də məhz bu spirulina çox gözəl vasitədir. Uşaq kalsiumla paralel verməklə uşaqlarda qan azlığı problemlərində çox gözəl köməklə göstərir. Bundan idmançılarımız da protein məqsədilə istifadə edirlər. Bunu qəbul etdikdə sizdə toxluq hissi yaranır və yemək istəmirsiniz. Çünki bədəndə immuniteti möhkəmləndirir. Vitamin, minerallarla zəngin olan məhsuldur. Təbii spirulina yosunundan hazırlanmışdır. Yaşıl öz rəngini də görürsünüz ki, yosun rəngi necə olur? Yaşıl rəngdə. Eyni ilə məhsul da təbii olduğu üçün həmin o yosundan hazırlanmışdır. Orqanizm üçün də çox faydalıdır. Bilirik ki, ümumiyyətlə dəniz məhsulları insan üçün çox faydalıdır. Burada həmin məhsulumuz yoxdur. Xitazan məhsulu təbii, xitazan məhsulu krevetkadan hazırlanıb, xərçəngin qanından hazırlanmışdır. Qeyd edeyim ki, dəniz məhsullarının qəbulu çox insan üçün vacibdir. Yəni yaxşı təsiri göstərir. Ona görə xitazan məhsulu da məhz tərkibi xərçəngin, qırmızı ayaqlı xərçəngin qınından hazırlanmışdır və bədəninin süpürgəsi adlanır. Nəyə görə? 85% xitazan və 15% xitrindən təşkil olunmuşdur. Həm necə faydasını sizə göstərdim. Məsələn, biz qida qəbul edirik. Qəbul etdiyimiz qidalar bədəndə parçalanır. Bizə lazım olan hissəsi orqanlara paylanılır. Lazım olmayan hissəsi isə bədəndən xaric olunur.
Məhz ixtazan məhsulunun özəlliyi ondan ibarətdir. Nəyə görə bədənin süpürgəsi adlanır? Çünki bizə lazım olan ixtazan hissəsi 85% ixtazan bədəndə olan lazımi mineral, vitaminləri orqanların paylamağa kömək göstərir. 15% isə bədəndə olan lazımsız, bizə lazım olmayan nə varsa özünə çökdürür və bağırsaq vasitəsilə xaric edir. Salam Ayxan bəy, siz hansı məhsulla bağlı maraqlanırsınız? Yəni, ixtazan məhsulu həm bədənin lazım olan vitamin minerallarla zənginləşdirir, həm də bizə lazım olmayanları bədəndən xaric edir. Yəni, bədənin süpürgəsi adlanır. Təbii krevetkadan hazırlanmışdır, yəni qırmızı ayaqlı xərçəngin zirehindən hazırlanmış bir məhsuldur. Digər tərəfdən kalsiumlarımız sümük oyna ağrılarında çox gözəl köməklik göstərir. Feqərası disk yırtığında, osteoxondroz, artroz problemlərində çox gözəl köməklik göstərən məhsuldur. Arıqladan dərmanlarımız da, bizdə ümumiyyətlə dərman deyil Ayxan bəy, bizdə məhsullarımız hamısı bitki tərkibli qida əlavələridir. Bəli, arıqlama proqramımız da var ki, o proqrama antilipid çayı ilə paralel selluloza çeynəmə tabletləri aiddir ki, bu sizin vəziyyətinizə görə istifadəsini nəzərdə tuturuq. Ümumiyyətlə, sizdə çəki nə qədərdir, qəbizlik varmı, nə kimi problemlərdən əziyyət çəkirsiniz? Bu haqda bizə məlumat verə bilərsiniz. Biz sizə həmin proqrama qoşa bilərik və siz həqiqətən də bir həftə ərzində artıq özünüzdə nəticə görmüş olacaqsınız. Selluloza çeynəmə tabletləri və antilipid çayı vasitəsinin ikisi proqrama daxildir. Əgər ki, sizdə qəbizlik də varsa, ilk öncə bədəni detoks eləmək lazım, bağırsaqları bədəndən xaric etmək lazımdır. Qəbizlik yoxdur, 90 kiloqram. Boyunuz nə qədərdir, yaşınız nə qədərdir? Zəhmət olmasa bu haqda da məlumat verərsiniz. Belə, qəbizliyiniz yoxdursa, bu o deməkdir ki, bağırsaqlarınızda fəaliyyət çox yaxşıdır. Amma bu çəkinin səbəbini araşdırmaq lazımdır. Sizdə çəki nədən yaranır? Şəkər, təzyiq, insulin dirənci, bu kimi narahatçılığınız var. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmişsiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yaralansın. Boyunuza görə çəki intervalınız çoxdur. Şəkər var. Yəni, nə qədər müddətdir, yəni şəkərdən əziyyət çəkirsiniz? Bir ildir. Hər hansı bir arıqlamaq üçün dərmanlar və yaxud da kofilərdən istifadə etmişsiniz? Xanımsınız. Çox gözəl. İstəsəz, gözəl xanım, siz 050 681 34 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən sizə proqramla bağlı məlumat vereyim. Necə proqramdan istifadə etməlisiniz. Əgər sizin üçün də uyğun olarsa, məhsulları əldə edib, həqiqətən də çox gözəl nəticə əldə edəcəksiniz və çox şad olaram ki, sizə kömək edeyim, dəysin və nəticənizi sonra bizimlə birlikdə bölüşəsiniz. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmişsiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın. Mən bura nömrəni qeyd edirəm. Gözəl xanım. İstəsəz nömrə ilə əlaqə saxlaya bilərsiniz və yaxud nömrənin WhatsApp-ına da yaza bilərsiniz. Canlı yayımdan sonra mən sizə əlaqə saxlayaram və yaxud siz əlaqə saxlayın. Sizə məhsullarımız haqqında məlumat verim. Mən sizə nömrəni qeyd elədim. 050 681 34 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İnşallah ki, sizə bir dəstəyim olar. Ən azı sizdə olan mən ətraflı şəkildə məlumatları alaram ki, siz nədən bu qədər çəkiniz var, nə qəbul edirsiniz, nəyə meyliniz çoxdur. Bu haqda danışarıq. İnşallah ki, bir köməyim dəyər. Oldu, inşallah gözəl xanım.
Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın. Siz sağ olun gözəl xanım. Zəhmət olmasa paylaşın ki, hər kəs faydalansın, yararlansın ki, bu cür məhsullarımız var və tərkibi də heç bir əks təsiri yoxdur, qeyd edeyim. Orqanizm üçün çox faydalıdır. Yəni mən sizə tam zəmanətlə deyirəm ki, yoxlamadan keçilmişdir. Səhiyyə Nazirinin rəsmi qeydiyyatından keçib, Qida Təhlükəsizliyi Nazirliyindən keçib belə sizin öhdənizə buraxılıb ki, siz də istifadə edəsiniz, nəticə alasınız. Bizim məhsullar artıq neçə ildir? Azərbaycanda 24 ildir məhsullar istifadəyə buraxılıb. Çox sağ olun, təşəkkür edirəm canlı yayımı bəyəndiyiniz üçün. Allah razı olsun. Qeyd edirəm ki, məhsullar Azərbaycanda 24 ildir öz realizasiyası ilə məşğuldur və insanların öhdəsinə buraxılıb, insanlar məhsullardan alırlar, istifadə edirlər və bizim çox, yəni minlərlə belə gözəl nəticə alan müştərilərimiz var ki, özləri nəticə alıblar və ətrafdakılara da nəticələrindən bağlı bölüşüblər və onlar da bu məhsullardan yararlanırlar. Tərkibində heç bir qatqı olmadığı üçün ən əsası dərman vasitəsi deyil. Onu da mən sizə mütləq şəkildə qeyd edirəm. Dərman vasitəsi deyil. Bitki tərkibli bioloji aktiv qida əlavələridir. Yəni bu dəqiqə insanların da çoxsunda həm sümük oynaq problemləri, həm çəki problemləri, həm qəbizlik, həm təzyiq, həm şəkər, saç dırnaq tökülməsi, bəy və xanımlarda olan problemlər çoxalıb və ildən ilə də bunun sayı getdikcə artır. Onkoloji xəstəliklərin sayı ildən ilə artır. Yəni bunlar nədən irəli gəlir? Bizim qəbul etdiyimiz qidaların tərkibinə görə geni dəyişdirilmiş məhsullar olduğu üçün qəbul etdiyimiz yağlarının tərkibini bilmirik. Onlar da bizdə müəyyən fəsadlara yol açır. Həmçinin ekologiyada baş verən dəyişikliklər, ekoloji iqlimin dəyişilməsi, əvvəllər məsələn yaz, yay, payız, qış fəsli var və biz bilirdik ki, bu ay yaz fəslidir, yay fəsli, payız, qış. İndi hamısı bir-birindən qarışıb. İqlimdə o qədər dəyişikliklər baş verib ki, ekoloji o qədər dəyişiklik var ki, ona görə bunlar insan orqanizmində müəyyən fəsadlar yaradır. Orqanlarımızın fəaliyyətində, ürək-damar sisteminin fəaliyyətində, ürək ritminin pozulmasında, bu daha sonra deyimsə böbrəklərin fəaliyyətində, qaraciyərin fəaliyyətində çox fəsadlar yaradır. Ona görə həmişə ilk öncə sağlamlığınızın qeydinə qalın, vaxtında onun üzərinə düşün. Mən sizə yəni demirəm ki, gəlin məhsulları alın mütləq, amma mən məsləhət görürəm ki, özünüzdə ən azı cüzi bir narahatçılıq hiss eləsəz belə mütləq şəkildə həkimə müraciət edin. Yəni qarşısını vaxtında alın ki, böyük fəsadlara aparıb çıxmasın. Çünki biz müsəlmanıq axı, bir şey başımıza gələndə həmin anda onun üstünə düşmürük. Deyirik ki, keçər, Türkiyə çarə vasitələrdən istifadə edirik, ağrı kəsicilərdən istifadə edirik, qəbul edirik, keçdi, vəsə. Amma bir müddətdən sonra yenidən bizdə baş qaldırır. Çünki biz onu təməli şəkildə müalicə etmirik axı. Biz onun sadəcə ağrısını kəsirik həmin anda. Ona görə tövsiyə edərdim ki, özünüzdə baş ağrısında mütəmadi ol, davamlı şəkildə əgər baş ağrınız varsa, qəbizliyiniz davamlı şəkildə 2 gün, 3 gün, 4 gün, 1 həftə baş verirsə və yaxud da ki, başınız gündən günə ağrıyırsa, bilin ki, bu bədəndə hər hansı bir həyəcan siqnalıdır. Bunlar hamısı müəyyən bir gələn xəstəliyin siqnallarıdır bədəndə ki, sizə bir diriş verir ki, ay insan, get özünü müalicə elə, get həkimə müraciət elə, get özünü yoxlanışdan keçir ki, bəlkə nəsə narahatçılığın var, həqiqətən də qabağının qarşısını öncədən alsaz, yəni ağır vəziyyətə gedib çıxmaz. Yəni, biz hamımız beləyik, yəni özüm də iç qarışıq deyərəm ki, həmişə hər şeyi ən sona saxlayırıq, sonda qaçırıq ki, həkim mənə bir çarə elə, bunu elə, elə. Vaxtında bunun üzərinə düşsək, heç bir ağrı bu qədər gedib çıxmaz. Bu onkoloji xəstəliklərin sayı bu qədər artmaz. Bunlar hamısı həm qidamıza da diqqət yetirməliyik. Hər nə gəldi yeməməliyik. Bu dəqiqə fast foodlar çoxdur. Hamımız harda gəldi ondan alıb yeyirik. Bunlar hamısı orqanizm üçün çox müəyyən fəsadlar yaradır. Çünki
qeyd etdiyim kimi tərkibini bilmirik, nədən hazırlanır, necə hazırlanır, hansı yağlardan hazırlanır və o yağlar nə qədər müddətli qalıb, bunları nəzərə almaq lazımdır ki, gedib alıb istifadə edəndə ki, məndə bu fəsadları gələcəkdə yaradacaq. Ona görə ən yaxşısı çalışın günə, həftə ərzində ən azı 2-3 dəfə sulu yeməklər qəbul edin ki, mədə bağırsaqda qastrit, yara, xora kimi, eroziya kimi hallar baş verməsin. Daha sonra özünüz hazırlayın, çöl yeməklərindən qaçın. Çox da onları məsləhət görmürəm. Düzdür, doğrudur, bəzilərimizdə, yəni iş şəraitinə görə bu alınmır, məcburuq gedib o yeməklərdən alıb yeyirik ki, vaxtımız olmur, vaxt çatdıra bilmirik nəsə hazırlanmağa. Amma yenə də gedib alacağınız yerlərində diqqət yetirin ki, hardan alırsınız, necə alırsınız, necə məhsullardır, keyfiyyəti necədir. Ən azı bunları nəzər yetirin ki, gələcəkdə bir sıra problemlərə gətirib çıxarmasın. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs yaralansın, faydalansın. Xoş gəlmisiniz dəyərli izləyicilər canlı yayıma. Qeyd etdiyim kimi məhsullarımız Tibet təbabəti məhsullardır, TN şirkətinə məxsusdur. Artıq 24 ildir Azərbaycanda fəaliyyət göstərən bir şirkətdir. Dünya bazarında 190-dan çox ölkədə fəaliyyət göstərir bu şirkət. Və artıq özünün bir neçə dünyada, dünya bazarında özünə məxsus xüsusi yeri var və seçilmişlər siyahısına daxil olmuşdur. Və qeyd edim ki, şirkətin kalsium məhsulu isə dünyada qızıl medala layiq görülmüşdür ki, yeganə məhsuldur ki, iyonlaşmış şəkildədir, molekulyar formada deyil və onu qəbul edərkən birbaşa qana sovrulduğu üçün böyrəklərdə çöküntü kimi hallar yaratmır. Gördünüz, bu kalsiumlar paraşok şəklində var, həmçinin belə kapsul formasında da var. Kapsul formasında da satışı var, həmçinin paraşok şəklində. Uşaqlar üçün də uşaq kalsiumları mövcuddur. Eynən bu formada paraşok şəklindədir. Əgər övladlarınız bunu bu formada suya qarışdırıb içə bilmirlərsə, onları hər hansı bir yoğurtdur, ağartı məhsullarına da qarışdırıb verə bilərsiniz və yaxud qəbul etdiyi qidalarına da qarışdırıb verə bilərsiniz. Sümük oynaq problemlərində, uşaqlarda beynin inkişafında, daha sonra sümük oynaq problemlərində, dayak sisteminin möhkəmliyində, nitqin inkişafında, kəkələnmə varsa, təbii ki, bunlar hamısı beyinlə əlaqəlidir. Beyin yaxşı qidalanmadığı müddətdə bu kimi hallar həmişə baş verəcək. Ona görə nəzarət edin bunlara və kalsiumlar da bu hallarda çox gözəl köməklik göstərir. Paraşok şəkli də var və kapsul şəkli də var. Uşaqlar üçün həmçinin bizdə metabolik kalsium vardır ki, metabolizmi pozulan insanlarda çox gözəl köməklik göstərir. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın. Ki, belə bir məhsullar var, orqanizm üçün çox faydalıdır və alıb rahat şəkildə həm özünüz üçün, həm də ailə üzvləriniz üçün istifadə edəcəyiniz məhsullardır. Qeyd edim ki, məhsullarımız hər biri müayinədən keçib, hamısı yoxlanışdan keçirilib, sonra sizin öhdənizə buraxılır. Yəni, körkəranə şəkildə siz bunu istifadə etmirsiniz. Təbii ki, siz bunları nəzərə alıb məhsulları sizə tövsiyə edirik. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın ki, bu məhsullar var, insan üçün çox faydalı, heç bir əks təsiri yoxdur. Rahat şəkildə özünüzlə, özünüzün, ailə üzvlərinizin istifadə edəcəyi məhsullardır. Hər hansı bir sualınız olsa yönləndirə bilərsiniz dostlar. Köməklik göstərəcəm.
Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Ekranda gördüyünüz məhsullar TNS şirkətinin olan məhsullardır. Təbii tərkiblidir. Orqanizm üçün heç bir əks təsiri yoxdur. Rahat şəkildə özünüz üçün, ailə üzvlərinizin istifadə edəcəyi məhsullardır. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Ekranda gördüyünüz məhsullar TNS şirkətinin məxsus tibbi təbabəti məhsullarıdır. Çoxlarının istifadə etdiyi artıq uzun müddətdir Azərbaycanda məhsulların realizasiyasına məşğul olur. 24 ilə yaxındır. Tam 24 ildir ki, məhsullar dünya bazarında, Azərbaycanda xüsusən də satışa buraxılıb və istifadəçilərinin sayı çoxdur və hər kəs çox məhsullardan gözəl nəticə alıb və öz ətrafındakilara da belə məsləhət görüb. Dünya bazarında isə 190-dan çox ölkədə fəaliyyət göstərən, məhsulları realizasiya edən bir şirkətdir. Siz də bu şirkətə qoşulub bizimlə əməkdaşlıq etmək istəsəz belə qeyd olunan nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Bu şirkətin məhsulları ilə həm özünüz istifadə edə bilərsiniz, həm də onun realizasiyasını, yəni ətrafınızdakilara belə satışı ilə bağlı satışını həyata keçirə bilərsiniz. Yəni şirkətin əməkdaşı, rəsmi distributoru olacaqsınız. Əgər ki istəsəz 050 681 34 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz, köməklik göstərəcəm. Özüm də bu məhsullardan istifadə edirəm mütəmadi olaraq. Hal-hazırda istifadə etdiyim, bayaq sizin gözünüzün qarşısında qarışdırdım, kalsium məhsulunu qəbul etdim. Mən bu məhsulu deməm olar ki, hər axşam qəbul edirəm. Digər məhsulun spiruliнаdır, kardisepsdir, təbii bu spirulina məhsulu vitamin, mineral deposudur. Qan azlığından əziyyət çəkənlər üçün çox ideal vasitədir. Təbii yosundan hazırlanmışdır. Bu cür flakonda içində 100 dənə kapsuldur. Bayağı bir gedir. Yəni uzun müddət istifadə üçün nəzərdə tutulub. Digər məhsul isə kardiseps məhsuludur ki, antibiotikdir, iltihab əleyhinədir. Miyoma, polip, kista olanlarda, qadınlarda, fibromalarda çox gözəl köməklik göstərir. Qadınlar bunu həm daxilən qəbul edir, həm də tampon edərək bir sıra polip, kista problemlərində, fibroma problemlərində çox gözəl köməklik göstərir. Bəylərimiz də prostatdan əziyyət çəkirsə, həmin kardiseps məhsulunu budur dostlar. Kardiseps məhsulunu mən sinklə paralel içərək prostatda çox gözəl köməklik göstərir. Yenə də orqanizmdəki vəziyyətə görə dəyişir. Hansı vəziyyətdədir, necə problem, nədən qaynaqlanıb, nə kimi fəsadlar var, bunları öncə öyrənirik və ona əsasən biz müştərilərə məhsulları tövsiyə edirik. Qeyd edeyim ki, bunlar dərman vasitəsi deyil, bitki tərkibli qida əlavələrdir. Orqanizmdə heç bir fəsad törətmir. Yəni kimyəvi dərmanlar kimi müəyyən müddət bunu istifadə edib ağrı kəsici kimi nəticə almırsınız. Birbaşa hüceyrə səviyyəsindən köməklik göstərdiyi üçün yavaş-yavaş həmin hissənin tam sağalmasında sizə dəstək olur. Ümumiyyətlə, bu məhsulların özəlliyi ondan ibarətdir ki, bu məhsullar bədəndə olan vitamin, mineral çatışmazlığının qarşısını alır, immun sistemini möhkəmləndirir və bütün bədənə lazım olan vitamin, mineralı bədəndə depoluyur. Salam, hər vaxtınız xeyir olsun Rahim bəy. Bu kimi problemlərdə bizdə bəy mütəxəssislərimiz var. Yəqin ki, onlar da bu məhsullarla bağlı paylaşımlar olur. Zəhmət olmasa həmin bəylərin canlı yayımlarına müraciət edə bilərsiniz. Bu kimi hallarda onlar sizə köməklik göstərəcək. Təşəkkür edirəm canlı yayımı baxdığınız üçün, müraciətinizi etdiyiniz üçün. Yəni, bu kimi problemlərdə bizdə bəy mütəxəssislər çox gözəl köməklik göstərir. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın. Hər kəs faydalansın, yararlansın ki, belə bir məhsullar var.
həm beylərimiz üçün, həm də xanımlarımız üçün çox gözəl köməklik göstərir. Və heç bir fəsad yaratmır. İnsan orqanizmi üçün çox faydalı təsiri var. Qeyd edim ki, məhsulların istifadə qaydası sizin vəziyyətə görə dəyişir. Hər kəsdə eyni cür qaydada istifadə olunmur. Yəni sizdəki ilk öncə vəziyyəti, problemi araşdırırıq, analiz edirik və ona əsasən məhsulları tövsiyə edirik. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, hər kəs yararlansın. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Ekranda gördüyünüz məhsullar Tibet təbabətinə məxsus olan TN şirkətinin məhsullarıdır. Siz həm məhsullardan istifadə edə bilərsiniz, həm də bizimlə əməkdaşlıq edə bilərsiniz. Məhsulların həm özünü istifadə etməklə, həm də satışını həyata keçirməklə məhsulların realizasiyasına da məşğul ola bilərsiniz. Əgər belə bir fikriniz varsa, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Həm məhsullar haqqında ətraflı məlumat verək, həmçinin əgər ki, əməkdaşlıq etmək istəyirsinizsə, biz sizə köməklik göstərə bilərik. Bizim şirkət məhsullarını həm onlayn şəkildə, həm də əyani olaraq şirkətdə fəaliyyət göstərmək olur. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın, hər kəs faydalansın, yararlansın ki, belə bir məhsullar var və insan üçün çox faydalı, zəngin, vitamin, minerallarla zəngindir və lazım olan vitamin, minerallarla orqanizmi ehtiyatını təmin edir. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın ki, belə bir məhsullar var, orqanizm üçün çox faydalıdır. Mən sizin qarşınızda elə kalsiumu hal-hazırda açdım, qarışdırdım və qəbul etdim. Mən özüm bunu davamlı şəkildə istifadə edirəm. Profilaktika məqsədi ilə, çünki kalsium hamımıza lazımdır. Bizim adi bir danışırıq, ünsiyyət yaradırıq, hərəkət edirik, hər hansı bir iş görürük, bədənimizdən kalsium gedir. Ona görə kalsium bədəndə daimi şəkildə, davamlı şəkildə artırmaq üçün, depolamaq üçün istifadə etmək profilaktika məqsədi ilə də tövsiyə olunur. Qeyd edim ki, ümumiyyətlə qanda 1%-dir, sümüklərdə isə 99%-dir kalsium və qanda bu kalsium bitdikdə təbii ki, qan sümüklərdən kalsiumu sovurur və nəticədə sümüklərdə kövrəlmə yaranır. Dayaq hərəkət sistemində sümük oyna ağrıları baş verir, oynaqlarda yiyilmələr yaranır, qığırda yiyilməsi baş verir, sümük əriməsi baş verir və nəticədə osteoxondroz, artroz kimi hallar yaranır. Ona görə bu problemlərin yaranmasının qarşısını almaq üçün hər birinizə profilaktika məqsədi ilə də bu kalsiumlardan istifadə etmək tövsiyə olunur. Qeyd edim ki, məhsulumuz dünya üzrə qızıl medala layiq görülmüşdür. Üzərində burada nişanı da var və bizim kalsiumlar yeganə kalsiumlardır ki, iyonlaşmış şəkildədir. Yəni molekulyar formada deyil. Birbaşa qana sovrulur və böbrəklərdə heç bir çöküntü yaratmır. Apteklərdə satılan kalsiumlardan fərqi ondan ibarətdir ki, bunlar iyonlaşmış şəkildədir və orqanizmdə çöküntü yaratmır. Rahat şəkildə istifadə edə bilərsiniz. Həm özünüz üçün, həm ayrı üzvləriniz üçün belə tövsiyə olunan məhsullardır.
Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın ki, belə bir məhsullar var və orqanizm üçün çox faydalıdır. Bizdə ümumiyyətlə son dövrlərdə bu cür hallar arıqlama, çəki problemləri, qəvizlikdir, təzyiq problemidir, şəkər problemidir, sümük oyna ağrılardır, dizlərdə ağrılardır. Bu kimi halların getdikcə artması baş verir və bu yaşa da baxmır. Məsələn, əvvəlki vaxtlarda müəyyən bir yaş dövründən sonra insanlarda sümük oyna ağrıları olurdu, təzyiq olurdu. Deyirlər ki, yaşlı adamda ona görə təzyiq qalxır. Amma indi təzyiq elə bir hal alıb ki, yaşa baxmır. Az yaşlının belə təzyiqi yaranır. Səbəb nədir? Qəbul etdiyimiz qidaların tərkibinin dəyişilməsi, genin dəyişilməsi, həmçinin hansı yağlardan istifadə edirik, istifadə olunur, ona görə daha çox fast foodlardan qəbul edilir, çöl yeməkləri, onların nədən hazırlandığı və yağın saxlama müddətini bilmirik, onlardan necə hazırlanır, necə bizə verilir, biz onları bilmirik deyə alıb istifadə edirik və nəticədə bu kimi halların yaranması səbəb olur. Onun bir tərəfdən də ki, ekoloji durum, ekoloji vəziyyət, iqlimdə baş verən dəyişikliklər, maqnit qasırğası, günəşdə baş verən partlayışlar, bunlar ürək-damar sisteminin fəaliyyətində çox böyük fəsadlar yaradır. Ürək əzələlərinin yığılıb açılmasında, sinir sisteminin fəaliyyətində, baş beyin qan dövranının fəaliyyətində çox böyük fəsadlara yol açır və nəticədə qan dövranı pozulur, təzyiq yaranır, baş ağrıları, migren, yaddaş, yuxusuzluq, yorğunluq, əzginlik kimi hallar meydana gəlir. Ona görə tövsiyə olunur ki, hər birimiz qida əlavələrini istifadə edərək bədənimizdə olan o vitamin, mineral çatışmazlığını aradan qaldıraq. Çünki adi ağartı qəbul edirik, ağartı məhsulları, süddür, yağdır, pendirdir, qatıqdır. Heç onların tərkibini mağazindən alırıq, marketlərdən alırıq və onların tərkibinin belə nədən hazırlandığını bilmirik və onların tərkibində bizə lazım olan yetəri qədər kalsium yoxdur. Amma biz məcburuq da bunları alıb istifadə etməliyik ki, bədənimizdə olan o tələbatı ödəyək. Amma onun tərkibində olan, həmin o qidanın tərkibində olan kalsiumlar bizə yetəri qədər çatmır. Ona görə tövsiyə edirlər ki, dünyada belə artıq qloballaşdırıb bioloji aktiv qida əlavələrinin istifadə olunması, hətta bəzi inkişaf etmiş ölkələrdə, marketlərdə belə xüsusi stend ayırılıb. Sırf bu bioloji aktiv qida əlavələrinin satışına başlanılıb. Yəni, insanlar gündəlik lazım olduğu qida vasitələrini aldığı kimi paralel şəkildə bu qida əlavələrində öz rasionlarından daxil edirlər. Həm qida qəbul edirlər, yemək yeyirlər, həmçinin onunla yanaşı bu cür bioloji aktiv qida əlavələri qəbul edirlər ki, lazım olan vitamin, mineralları balanslaşdırsınlar. Çünki bədən getdikcə zəifləyir, gücsüzləşir, sümüklərdə ərilmə yaranır. Onları artıq əvvəlki vəziyyətinə qaytarmaq üçün davamlı şəkildə istifadə etmək lazımdır. Yeni gələn hər kəsi salamlayıram, xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın ki, bu cür məhsullar var, insan orqanizmi üçün çox faydalıdır. Qeyd edeyim ki, məhsullarımız Səhiyyə Nazirliyinin qeydiyyatından keçib, Qida Təhlükəsizliyi Nazirliyinin qeydiyyatından keçib və sonra sizin öhdənizə buraxılır ki, siz istifadə edəsiniz. Yəni, hər bir məhsullar xüsusi barkod, QR kodu ilə sizin öhdənizə buraxılıb. Rahat şəkildə istifadə edə bilərsiniz. Çünki insanlar var ki, deyirlər ki, biz necə arxayın ola bilər ki, məhsulun zəmanət verirsiniz ki, keyfiyyətlidir. Məhsulun üzərində olan barkodu və QR kodu onun məhsulun orijinallığına zəmanətdir. Baxın, QR kodudur, məhsulun üzərində var. Onu telefonda skan edirsiniz və məhsul haqqında ətraflı məlumat əldə edirsiniz. Digər tərəfdən məhsulların üzərində belə bir barkodlar da var. Məhsulların keyfiyyətinə zəmanət verir. Təkcə böyüklər üçün də, təkcə problemi olanlar bunlardan istifadə etmir. Profilaktik məqsədilə ən azı ildə 2 dəfə kurs götürmək lazımdır, məhsullardan istifadə etmək lazımdır ki, bədənində olan o ehtiyatı olan tələbatı ödəmiş olasınız. Yəni, vitamin, mineralları bədəndə zənginləşdirəsiniz ki,
Qrip olsun, infeksiyon xəstəliklərin sayı gündən-günə artır. Bu xəstəliklərin qarşısı, bunlar nədən yaranır? İmmun sistemi aşağı düşəndə infeksiyon xəstəliklər baş qaldır. Ümumiyyətlə, hər bir orqanizmdə, hər bir insanın orqanizmində bütün infeksiyon xəstəliklərinin törətdiyi virus, bakteriyalar var. Sadəcə bunlar müəyyən müddətdən sonra baş qaldıra bilər. Bu da nədən olur? İmmun sistemi aşağı düşəndə, qan azlığıdır, immun sistemi zəifləyəndə bu xəstəliklər özlərinin başını qaldırır və nəticədə müəyyən fəsadlar yaradır. Ona görə davamlı şəkildə immun sistemimizi möhkəmləndirmək üçün, bədənimizin müdafiə sistemini möhkəmləndirmək üçün bioloji aktiv qida əlavələrini istifadə etməliyik. Təkcə hər hansı bir narahatçılıq vaxtı yox, profilaktika məqsədi ilə də istifadə etmək tövsiyə olunur. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın. İnşallah ki, hər kəsə dəstəyimiz olsun. Qeyd edim ki, nömrəmiz 05681 34 15 nömrəsidir. Bu nömrə ilə əlaqə saxlaya bilərsiniz və yaxud da nömrənin WhatsApp-ına da yaza bilərsiniz. Hər hansı bir məhsulla bağlı sifarişiniz olarsa, hər hansı bir məlumat əldə etmək istəsəz, köməkli göstərəcəm. Qeyd edim ki, TN şirkəti artıq Azərbaycanda 24 ildir fəaliyyətini davam etdirir. Yəni, bir şirkət üçün 24 il az bir müddət deyil. Yəni, bu dəqiqə dünya bazarında o qədər şirkətlər var ki, amma özlərinin o performansını qoruyub saxlayan şirkətlər çox nadirəndir və TN şirkəti o şirkətlərdəndir ki, dünya bazarında öz fakturasını, öz strukturunu qoruyub saxlayır və dünyada 190-dan çox ölkədə fəaliyyəti davam etdirir. Azərbaycanda isə 24 ildir. Artıq 24 ildir ki, rəsmi olaraq Azərbaycanda fəaliyyətini davam etdirir və bioloji aktiv qida əlavələridir, sağlamlaşdırıcı aparatlardır, kosmetik vasitələrin realizasiyasına məşğul olur. Qeyd edim ki, əgər siz də bizim şirkətlə əməkdaşlıq etmək istəyirsinizsə, həm özünüz məhsullardan istifadə edib, həmçinin ətrafdakılara satışını realizasiya etmək istəyirsinizsə, 056 81 34 15 nömrəsi ilə də əlaqə saxlaya bizimlə əməkdaşlıq edə bilərsiniz. Həm öz sağlamlığınızı qoruya bilərsiniz, həm də ətraflarınızdakının, dost, tanış, ailə üzvlərinizin sağlamlığını qoruya bilərsiniz. Qeyd edim ki, məhsullarımız təbii tərkibli məhsullardır, zəmanətli məhsullardır və xüsusən də Səhiyyə Nazirliyinin qeydiyyatından keçib, qida təhlükəsizliyinin qeydiyyatından keçib və sizin öhdənizə buraxılır. Yəni, tam qarant şəkildə məhsullardan istifadə edə bilərsiniz. Və onu da qeyd edim ki, biz sizə məhsulu verəndə istifadə qaydasını sizə tövsiyə edəndə bunu bu cür qəbul edin. Deyilən qaydada istifadə etsəniz, nəticə alarsınız. Əgər bugün bunu içdim, sabah yadımdan çıxdı, o qalsa birisi gün içərəm, orada artıq tarazlıq pozulur. Adi biz həkimə gedirik, dərman yazırlar. Deyirlər ki, məsələn, bu dərmanı bugün saat 3-də qəbul et, sabah saat axşam 1-də 3-də, məsələn 9-da qəbul et. Yenə eyni qaydada sabah o bir gün həmçinin qəbul edəndə, eyni vaxtda qəbul edəndə nəticə əldə etmiş olursunuz. Siz arada bir gün vaxtı dəyişəndə və yaxud içməyəndə interval pozulur və nəticə bir də başa qayıtmış olursunuz. Ona görə sizə verilən tövsiyəni yerinə yetirəndə diqqətli olun. Sizə deyilən qaydada istifadə edin ki, nəticə alın. Çünki insanlar var ki, qəbul edirlər. Deyirlər ki, heç bir nəticə almadıq. Soruşanda ki, necə içmisən? Deyir ki, məsələn, doktor, məsələn, filan vaxtı içdim, sonra yadımdan çıxdı, sonra o birikini içdim, yadımdan çıxır, içə bilmirəm, ya işim olur, əlimdə içə bilmirəm. Elə olmaz dostlar. Bir şey ki, əgər siz məqsədli şəkildə istifadə edib nəticə əldə etmək istəyirsinizsə, onu davamlı şəkildə deyilən qaydada istifadə etsəniz, çox möhtəşəm nəticə əldə edəcəksiniz. Bizim şirkətin antilipid çayları var. Yəni, o çayın istifadə edib çox gözəl nəticə əldə edən müştərilərimiz çoxdur. Hətta mən özüm davamlı şəkildə onu bizdə Salyan rayonunda yaşayan bir bəy var.
Məndən ilk dəfə o məhsulu alıb istifadə etmişdi. Çox gözəl nəticə almışdı. İndi davamlı olaraq mənə oradan zəng gəlir. Əli bəy özü də mənə yönləndirir ki, bəs o çaydan istəyirlər. Ətrafıma hamıya demişəm ki, çox qəşəng nəticə özü alıb deyə ətrafda dost tanışına, qohumlarına tövsiyə edib, onlar da alıb istifadə edirlər. Nə idi antilipid çayı? Yağ əleyhinə çaydır. Təzyiq problemində, damarların xolesterol olanlarda xolesterol mübadiləsini bərpa edir, damarları təmizləyir, damarları tonuslaşdırır, qan dövranını yaxşılaşdırır. Təzyiqdən əziyyət çəkən insanlar varsa təzyiqi balanslaşdırır. Həmçinin digər özəlliyi də şəkər xəstələri var. Şəkər xəstələri təbii ki, şəkər xəstəliyi sağalmır. Yəni deyirlər şəkər xəstələri sağalır, yalan söhbət. Şəkər xəstələrinin sadəcə müəyyən fəsadlar var bədəndə yaradır. O fəsadları aradan qaldırmaq üçün antilipid çayı çox gözəl təsir göstərir. Ümumiyyətlə şəkər xəstələrində kiçik kapilyarlarda belə tutulma olur. Qan dövranı yaxşı işləmədiyi üçün Allah eləməmiş bəzi insanlarda hətta ayaqlarda kəsilmə halları yaranır, barmaqları kəsilir. Çünki qan dövranı yaxşı işləmir. Kiçik kapilyarlar belə tutulur deyə, orada laxtalanma olduğu üçün həmin hissəni kəsirlər. Ona görə antilipid çayı nəyə görə qəbul edirlər? Həmin o kiçik kapilyar damaların açılmasında da çox gözəl təsiri var. Davamlı şəkildə içində 40 dənə paketdir, 40 gün ərzində onu içirsiniz. Yəni 40 günlük müalicə proqramında bir dənə paketi dəmləyirsiniz, səhər axşama qədər onu içirsiniz. 3 dəfə qəbul edirsiniz bir paketi. 40 gün boyunca o çayı içirsiniz. Tərkibidir ki, ancaq yaşıl bitkilərdən ibarətdir. Çox rahat şəkildə istifadə etmək üçün hər kəsə tövsiyə edirəm həmin antilipid çayını. Yəni bu çayla bağlı o qədər bizim nəticələrimiz var, o qədər müraciətlərimiz var ki, həqiqətən də çox gözəl nəticə alıb. Bu çay həmçinin arıqlama proqramında da çox gözəl köməklik göstərir. Çünki çəkisi artıq olan insanlarda piylənmə yaranır, xolesterin mübadiləsi pozulur, maddələr mübadiləsi pozulduğu üçün onlarda çəkidə artım yaranır. Həmin antilipid çayı özü də adından da deyildiyi kimi yağ əleyhinə çaydır. Ona görə bədəndə olan yağların ərinməsində, yağların bədəndən çəkilməsində, damarların ətrafında olan kirəcləri, toksinləri bədəndən xaric etmədə çox gözəl köməyi var antilipid çayı. Yəni hər kəsə tövsiyə edirəm. Bu qara çaydan istifadə etməkdənsə, yəni rənglərdən, xüsusi rənglərdən hazırlanmış çaylardır da, ondan istifadə etməkdənsə elə yaşıl çaydan istifadə etsəz, həm sağlamlığınız üçün, həm də ki bu sağaldığım problemlərdə çox gözəl nəticə əldə etmiş olacaqsınız. Yeni gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz dəyərli izləyicilər. Zəhmət olmasa canlı yayımı bəyənin, paylaşın ki, hər kəs faydalansın, yararlansın. Hər kəsə köməyim dəymiş olsun. Qeyd etdiyim kimi özüm də bu məhsullardan mütəmadi olaraq istifadə edirəm. Hal-hazırda istifadə etdiyim məhsullarda spirulina, kalsiumdur. Bu cür formada olandan istifadə edirəm. Paraşo şəklində olandan istifadə edirəm və bir də kartisep istifadə edirəm. Bədəndə olan iltihab, bu dəqiqə havanın isti olmağına baxmayaraq gah soyuyur, gah isti olur. Bu da infeksiyon xəstəliklərin yaranmasına yol açır. Ona görə xüsusən də qrip halları. Çünki bir gün nazik giyinirik, bir gün qalın, havanı tuta bilmirik temperaturu. Ona görə müəyyən fəsadlar yaradır. Ondan özümüzü sığortalamaq üçün mən məhz kartisep, spirulina davamlı şəkildə istifadə edirəm və kalsium. Çünki bədənimin vitamin, mineral deposunu artırmalıyam. İltihabı bədəndən azaltmaq üçün boğaz ağrılarında, faringiti, qastrit problemlərində həmin bu kartisep çox gözəl nəticə verir. Mədə-bağırsaq ağrılarının, mədə-bağırsaq problemlərində çox gözəl kömək göstərir. Eroziya, yazvadır, qastritdir, xoradır, qəbizlik problemlərində xitasınla paralel kartisep çox gözəl köməklik göstərir. Dostlar, mən hal-hazırda canlı yayımı bağlayacağım. Əgər hər hansı bir sualınız olarsa, hər hansı bir məhsulla bağlı müraciətiniz olarsa, bizim səhifədə qeyd etdiyim 050 681 34 15 nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz və yaxud WhatsApp-ına yaza bilərsiniz. Köməklik göstərəcəm.
Qeyd edeyim ki, məhsullarımız TN şirkətinə məxsus tibb təbabəti məhsullarıdır. Həmçinin bizimlə əməkdaşlıq etmək istəyirsinizsə belə, bu nömrə ilə əlaqə saxlayıb bizim şirkətin rəsmi distributoru olursunuz və məhsulları həm özünüz istifadə edirsiniz, həm də ətrafdakılara tövsiyə etmiş olursunuz və nəticədə həm özünüz sağlamlığınıza qovuşursunuz, həm də oradan gəlir əldə etmiş olursunuz. Mən canlı yayımı bağlayıram dostlar. Özünüzdən müğayət olun. Allah amanında.